Türkiyəyə necə pulsuz gedib gəldim? İstanbuldan Bakıya uçmalıydım. Aprelin 8-i idi. Uçuş saat 12-də idi, amma mən saat 9-da hava limanında idim. Hava limanında saat 11 civarı idi. Dedilər ki, uçuş 1-2 saat gecikəcək. Zəhmət olmasa gözləyin. Bunu eşidəndə düşündüm ki, 4-5 saat hava limanında gözləmək nə deməkdir? Nəysə, gözləməli oldum. Amma sonra nə baş verdiyini təsəvvür edin. 8 saat sonra yola düşmüşük. Bakıya gecənin bir yarısı çatdıq. Yorğunluq, stres, hamısı qarışmışdı bir-birinə. Elə sabahsı gün Fly Friendly-nin reklamını gördüm və dedim ki, onlara yazın mənim də təzminatımı alsınlar. Birincisi fikirləşdim ki, bizdə hardadır o bəxt, təzminat görmüşük indiyə kimi. Amma şərtləri uyğun idi. Yazdım ki, baxa görə nə olacaq. 2 həftə sonra idi, artıq təzminat məsələsi yadımdan çıxmışdı. Birdən zəng gəldi və dedilər ki, hava yolu şirkəti ilə danışıqlardan sonra 400 avro təzminat ayırdılar. Dedim ki, ay Allah, çox şükür. Belə hesablasaq, biletimdən daha çox təzminat almış oldum. Elə bil pulsuz Türkiyəyə getdim, gəldim. Mənim demək istədiyim odur ki, belə vəziyyətlərdə hüquqlarınızı bilin. Fly Friendly-yə yazın. Hüquqşünaslar və vəkillər sizin yerinizə bütün bu çətin prosesi həll edib sizə pulunuzu qaytarsın.